Axırı zamanda belə olacaq, bax bu dönəmlərdə. Yaxşıya pis deyərlər, pisə yaxşı deyərlər. Və arxasınca buyurdu, Yusaddaqul kazib və yukazzabus sadiq. Düz danışana deyərlər yalancı, yalancıya deyərlər düz danışan. Bir nəfərdən gətirirlər, xəbər çatdırırlar ki, bu sənin üçün belə deyir. Gəlirlər buna yaxınlaşırlar, bu sənə deyib, demisən mənim üçün bu sözü deyir, yox, deməmişəm, Allah şahid, inanmır. Bu deyir, mən deməmişəm axı. İmam Sadiq əleyhissalamın dövründə bir şəxs var idi, dedilər İmam Sadiqə ki, bu hədisləri əzbər bilir. Bilsən nə qədər hədis bilir? İmam dedi ki, gətirin o məclisə görüm ki, minlərlə hədis bilir. Tanımırdı İmam Sadiq bizdən. İmam Sadiq əyləşib məclisdən, bu şəxs girdi məclisə. Girəndən sonra İmam Sadiq ona baxdı, dedi, İmam Sadiqdən bir dənə hədis deyə bilərsən, hə? Dedi, bəli. Dedi, nə deyərsən? Dedi, İmam Sadiqdən mənə bir dənə hədis gəlib çatıb ki, məs çəkəndə ayağa nəleyinin üstündən çəkmək olar, ayaqqabının üstündən məs çəkmək olar. Dedi, İmam Sadiq özü sənə qayıdıb desə ki, mən bu sözü deməmişəm, inanarsan? Dedi, yox. Dedi, mən İmam Sadiqəm, mən sənə deyirəm ki, mən o sözü deməmişəm. Dedi, o axı mənə deyib sən demirsən, inana bilmərəm. Bədbəxtdir. İmam sənə deyir, mən deməmişəm. Bu deyir, yox demirsən. Belə bir dönən də gələr. Yazıq düz danışan deyir, mən belə iş görməmişəm, mən bunu deməmişəm, deyir, yox sən demirsən ki, demirsən, əl çəkmir. Nə pis zamanədir. Yox, zamanəyə nə olub ki, nə pis insanlar var. Zamanə həmən zamanədir. Zaman neyir ki sən? İnsanlar değişilir. İnsanlar pis vəziyyətdə olur.